xidməti polkovnik leytenant Rasim Yaquboğlu Abdullayev 1975-ci il fevralın 21-də Kəlbəcər rayonunun Milli kəndində dünyaya göz açıb. Məcburi köçkünlük həyatı yaşasa da, vətənə sədaqət hissi onu hərbi tibb sahəsini seçməyə sövq edib. Kəlbəcər şəhər 1 nömrəli orta məktəbində, daha sonra Azərbaycan Tibb Universitetində təhsil alan Rasim Abdullayev 2000-ci ildən Silahlı Qüvvələrin tibb xidmətində fəaliyyətə başlayıb. Rasim Abdullayev Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə ölümündən sonra vətən uğrunda Şuşanın azad olunmasına, Cəbrailin azad olunmasına, Füzulinin azad olunmasına və Xocavəndin azad olunmasına görə medalları ilə təltif edilmiş, 2026-cı ildə Silahlı Qüvvələrin yarandığı gün münasibəti ilə 3-cü dərəcəli vətənə xidmətə görə ordeni ilə təltif edilib. Rasim Abdullayev çox həssas, təvazökar və savadlı hərbiçi, istedadlı qələm adamı, təcrübəli peşəkar həkim kimi tanınmışdı. Aprel döyüşlərində ön xəttdə göstərdiyi fədakar xidmət Rasim Abdullayevin peşəkarlığını bir daha təsdiqlədi. Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində tibb xidməti rəisi, ardınca isə Silahlı Qüvvələrin en saylı hərbi hissəsində tibb bölüyünün komandiri kimi xidmətini davam etdirdi. Vətən müharibəsi zamanı Hadrut istiqamətində döyüşlərin ən qızğın nöqtələrində yaralılara yerində tibbi yardım göstərərək son nəfəsinədək hərbi həkim andına və vətənə sədaqətlə xidmət etdi. Müharibənin son anlarında belə yaralı döyüş yoldaşlarını xilas etmək üçün son tapşırığını yerinə yetirməyə yollanan Rasim Abdullayev Hadrut Şuşa istiqamətində düşmən puskusuna düşərək şəhidlik zirvəsinə ucaldı. Ömrünü insan həyatını xilas etməyə həsr edən qəhrəman hərbi həkim bu müqəddəs missiyanı son nəfəsinədək şərəflə yerinə yetirdi və əbədiyyətə qovuşdu. Əziz izləyicilər, Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən şəhid ailələri, veteranlar, müharibə iştirakçıları ilə iş istiqaməti üzrə şəhidlik zirvəsi layihəsi çərçivəsində şəhidlik zirvəsi verilişinə baxırsınız. Şəhidlərimizin ömür yolu vətənə sədaqətin ən parlaq nümunəsidir. Bugünkü şəhidlik zirvəsi verilişimiz tibb xidməti polkovnik leytenant Rasim Yaquboğlu Abdullayevin timsalında bütün şəhidlərimizin müqəddəs xatirəsinə həsr edirik. Bugünkü söhbətimizdə Rasim Abdullayevin keçdiyi həyat yolu, hərbi fəaliyyəti, döyüş yolu və onun timsalında Azərbaycan əskərinin vətən sevgisindən danışacağıq. Studiyamızın qonaqları ehtiyatda olan tibb xidməti polkovnik leytenant Ədalət Yusifov, ehtiyatda olan tibb xidməti mayoru Hafiz Babayev, şəhidin ailə üzvü bacısı Yeganə Abdullayevadır. Ədalət doktor, tabeliyində olan şəxsi heyətlə münasibəti necə idi Rasim doktorun? Birinci, bu verilişdə iştirak etmək böyük şərəf hissi verir mənə. Çünki Rasim doktorla mən 15 il bir yerdə xidmət eləmişik. Təsiratımız həddən artıq çoxdur. 44 günlük müharibədən qalibiyyətimizlə çıxmaqla bərabər şəhid olmuş Rasim mənim haqqında çox böyük fikirlərim var. Sadalaya bilərəm. Rasim müəllimə mən 2005-ci ildə fəaliyyətə başlamışıq. O vaxtı tibb xidməti kapitan idi. Terapiya şöbəsinin baş aydınlatı vəzifəsində işləyirdi. Cəbhə bölgəsindən xidmətdən gəlmişdi. 706 saylı hərbi hissədən, 214 saylı hərbi xidmət keçmiş. Bütün etapları keçdikdən sonra Mərkəzi Hərbi Poliklinikaya baş aydınlatı kimi müraciət əmri verilmişdi. Bu dövrdə öz fəaliyyətinlə, işgüzarlığından, vətənpərvərliyi ilə seçildiyinə görə bir müddət sonra vəzifə terapiya şöbəsinin rəisi vəzifəyə qoydular. O vaxtlarda mən tibb xidməti rəisi idim. Mən onların rəisi kimi. Ondan çox razı idim, həddən artıq. Çox işgüzardı, çox qoçaqdı, çox mülayim idi. Əskərlərə qayğı göstərdi. Hətta o xəstəni mən öz qucağında bir şöbədən bir şöbə aparını görmüşəm. Məsuliyyətli, savadlı, düşüncəli,
diaqnozlu xəstələri analiz eləməyə bacaran bir şəxsiyyət kimi bizim gözümüzdə ucalmışdır. Rasim müəllimin kollektivdə tabeliyində olan işçilərə çox qayğıkeş idi, həddən artıq qayğıkeş idi. O xəstələri birgə müayinə etmək, onları diaqnozunu dəqiqləşdirmək, ehtiyacı onların hospitala göndərmək, ehtiyacı ekspertiza məsələlərində rəy vermək çox böyük fədakarlıq vardı. Kollektivdə onun hörməti çox böyükdü. Çünki qayğıkeş idi, çünki zəhmətkeş idi, vətənsevər idi, vətənpərvər olandı, hər tərəfli yetişmiş bir insandı. O həmişə azad olmuş, düşmən altında, işğalda qalmış torpaqların azad olması uğrunda həmişə şəhid olmağa hazır bir insan kimi biz onu bilirdik. Həmişə fəxrlə öz torpaqlarının sevməsindən danışırdı. Öz şeirlərində bunu göstərdi. Həm də həm hərbi həkim kimi, həm də bir şair kimi biz onu tanıyırdıq. Ümumiyyətlə, Vətən müharibəsi başlayanda onun ilk reaksiyası necə olmuşdu? Çox maraqlı sualdır. Heç bir xalq müharibənin başlamasını sevinməz. Bizim xalq müharibənin başlamasını sevindi. Eyni zamanda Rasim doktor sevindi ki, müharibə başladı. Yəni biz aprel döyüşlərindən sonra torpaqlarını azad etmək başağında olan bir millət kimi formalaşmışdır. Müharibənin başlanması sevinclə qarşıladı ki, biz artıq torpaqlarımı azad etməyə başlayırıq. O belə çox həvəslə hamımız döyüşə getməyə, şəhid olmağa hamımız hazırdıq. Çünki illərdir bu günü gözləyirik. Gözləyirik, ürəyimiz yanırdı, dağlanırdı. Nə qədər gözləm olar, nə qədər gözlərim olar. Ali Baş Komandan sağ olsun, əmr verdi. Bütün xalqımızın üzvü kimi, biz də hərbiçi həkim kimi döyüş bölgəsinə getməyə hazırıq. Elə müharibə başlanan anda da biz o cəbhə bölgəsinə yollanmışıq. Bəli. Bəs onun təvəzzükarlığından bağlı nə deyə bilərsiniz, hansı xüsusiyyətlər? Çox savadlı adamıdır, çox diqqətli adamıdır, çox mehribançılığı vardı, cüssəli idi. Bəzən özündən çıxırdı, tez özünü covluyurdu. Təvəzzükarlıq odur ki, yəni o rütbələri polkovniyetinə qədər rütbəsi verilir də, o heç o sevinmirdi. Deyirdik, mənim torpaqlarım qalıb orada, mənə rütbə o qədər vacib deyil ki, torpaqları azad etməyə. Qayğıkeşliyi odur ki, mən dəfələrlə görmüşəm o xəstələri öz şəxsi maşında qızdırmalı xəstələri təcili götürüb aparıb hospitala qoyub gəlib. Təzədən qayıdıb gələndə zəng edib soruşurdu ki, xəstənin taleyi nətər oldu. Və elə bir insandır. Rasim doktorun o qədər müsbət xüsusiyyətləri var ki, onu sadalamanla qurtarmaq mümkün deyil. Belə bir, biz bir yerdə yaşayırdıq Xırdalan tərəfdə. Həmişə işdən sonra çıxıb gedəndə onun təvəzzükarını görmüşəm ki, hər hansı bir xatirə. Xatirə kimi deyirəm ki, biz Veletrik tərəfə piyada çıxırdıq, oradan avtobusa binib gedirdik Xırdalan şəhərinə. O vaxtı balaca avtobuslarında. Bəli, balaca. Bu Respublika Diaqnoz Mərkəzinin yanına qalxanda gördüm ki, bir dənə yaşlı qadın əlində 2 dənə sumka qalxır yuxarıda. Rasim doktor yürüdü, dedi, bizim anamızdır. O sumkaları götürdü, bəlkə də orada məsafə çoxdur, 200 metr apardı, qoydu, heç tanımır, dedi, anamızdır. O insan təvəzzükarlığını, sadəliyini görsün, necə insandır. Avtobusda bir yerə gedəndə həmişə durardı ayağa, ki, qoy gəlsin, otursunlar. Özü uza boydu, hündür boydu, onunla belə o heç vaxt maşında oturmaq istəmirdi. Dedi ki, xanım var, yaşlı adam var, yaxşı kişi var. Bu təvəzzükarlıq belə bir insanlıq xüsusiyyətləri vardır. Bəs onun vətənə sədaqətini bir cümlə ilə necə ifadə edə bilərdi? Şəhidliyə yüksəldi, şəhid oldu. Sanki öz arzu etdiyinə çatdı. Öz şəhidlərində də, hələ o şəhidlikdən 5-6 il əvvəl də şəhidlərində o nəsə torpaqların azad olmasının şəhidliyindən danışırdı. Şəhidlərini oxuyub baxarsınız. Vətən sevgisi onda çox yüksək idi. O dağlar üçün yanırdı. O dağları, Laçının, Kəlbəcərin dağları üçün yanırdı. Elə bir insandır, vətənpərvərdir və bizə də tabelində olan təbliğ edir ki, belədir, vətən sevmək lazımdır ki. Deyirdi, biz yaşamırıq ki,
biz yaşamırıq deyir. Biz gəncliyi də görmədik. Bəli. O yanırdı ki, torpaqlar qalıb orada. Əzəmətli dağlar qalıb orada. Şəhərdən gedəndə o yüksək hündür binalara baxanda dedik bu Kəlbəzəri, bunları gördüm mən Kəlbəzər yadıma düşür. Yəni o dağları, yüksək binaları ona bənzədirdi. Bax, belə bir insandır. Çox təəssüf ki, şəhidlik zirvəsinə çatdı, biz onu fəxr edirik. İlk yüksək vəzifəli xidməti polkovnik leytenantıdır, şəhid olan. O cəbhə bölgəsində, indi cəbhə bölgəsindən danışımda, o bir var, zabiti, baş zabiti arxada beləsi təxliyən təşkil. Ancaq o birbaşa döyüş bölgəsinə gedib xəstələr oradan götürdü. Orada yardım göstərdik, gips qoydu, qanaxmanı dayandırdı. Belə xüsusiyyətləri vardır Rasim doktorun. Azad olmuş torpaqlarda ayaqqabıların soyulurdu, gəzirdi ki, bax, mən bu torpaqları demişdim ki, əxyalın gələcəm. Bax, belə bir adamdır. Yəni, o sapığın soyulurdu, o torpaqda gəzirdi ki, bax, vətən torpağında. Bəli, bax, ayağın torpağa dəysin. Bəli. Ədalət müəllim, bilmirəm yadınızdadırmı? Bakı Ali Birləşmiş Komandirlər Məktəbində, orada tibb xidmətində çalışırdınız. Səhv eləmirəmsə, siz orada poliklinikanın rəhbəri idiniz. Mən sizin yanınıza gəlmişdim hər hansı bir məsələ ilə bağlı. Siz orada məni bir nəfər dediniz ki, yoldaşla tanış eləyəcəm. Gördüm bir uca boy, boylu buxunlu, yaraşıqlı, əsl dağlar oğluna bənzəyən bir, necə deyim, bir ucalıq var onda, həqiqətən də. Siz tanış elədiniz bizi ilk dəfə. Həmin günü nəsə mən evə qayıtdım. Evə gələndə xalam bizdə idi. Xalam bizdə idi. Dedim ki, xala, bəs bu günləri poliklinikada bir Kəlbəcərli həkimlə tanış oldum. Bizi ədalətli doktor tanış elədi. Bəs dedilər ki, Kəlbəcəri Milli kəndindəndir. Mənim də ana tərəfim Milli kəndindəndir. Onda xalamın gözləri doldu, xalam ağladı. Dedi ki, bəs ay qızım, mən sənə dedim 3 gün bundan əvvəl Yeganəgildə qonaq qalmışdım. Bəs Rasim doktorun bacısıydı Yeganə. Bəs Rasim doktor həqiqətən də sən deyən kimi çox gözəl bir insan idi, şəxsiyyətli, boylu, buxunlu, yaraşıqlı, nə bilim, poeziyanı sevən insan. Elə duruşu, oturuşu, danışığı, kollektivdə münasibəti mən onu müşahidə elədim orada. Həqiqətən də insanın necə qanı qaynayır. Yəni, qismət, Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Bizim şəhidlərimiz cismən bizdən ayrılır. Amma ruhları həmişə bizlə bərabərdir. Onların daim ucalıqdadır, göylərdədir, zirvələrdədir. Bəs başqa nə bir xatirə deyə bilərdiniz onun haqqında? Nə vaxt o müharibəyə getdi? Nə vaxt bildiniz ki, o döyüşə getdi? Bəli, Ali Baş Komandan Sərancan verdi ki, müharibə elan olundu. Rasim müəllim o vaxtı həkim 769 saylı hərbi hissədə xidmətə başlamışdı. Mən isə Başklinik hospitaldaydım. Axşamın telefonla danışdıq, elə oldu. Mən dedim, artıq mən Sağcal Qoslandayım. O da məxfilik xətrinə dedi ki, mən yoldayım, qoşunla gedirik. Hara gedirik, onu demək mümkün deyildi. O vaxtı interneti də dayandırmışdılar. Ancaq gördüm, nəsə bir sevinç ilə deyək ki, yoldayıq. Sonra oldu ki, bir həftədən sonra yenə əlaqə saxladıq. Biz Suqovuşan tərəfdən Tərtər istiqamətində, Naftalan istiqamətində olan yaraları qəbul edirdik, təxliyə edirdik, çeşitlidik, tibbi yardım göstərdik və əməliyyat olurdu, olmayanları da təxliyə edirdik bölgələrin xəstəxanalarına. Rasim doktora mən əlaqə saxlayanda dedi, əlaqə doktor, hər şey yaxşıdır, bax bu cümlənin telefonumda var, dedi, hər şey yaxşıdır. Dərsən mən sizə söz vermişdim, Kəlbəcərdə sizə Kəlbəcər kətəsi qonaqlıq edəcəm. Yəni o hiss edildi ki, artıq torpaqlar qayıdırdı. Bax,
O hissiyat məndə həmişə yadımda qalır ki, o mənə belə bir cümlə dedi ki, bəs mən sənə söz vermişdim axı, biz orada olacağıq. Rasim doktor o dağlar üçün çox tələsirdi getməyə. Çox təəssüf ki, Şuşa azad olandan sonra Kəlbəcərdə siyasi yolla, Ağdam, Kəlbəcər, Laçın siyasi yolla Cənab Prezidentin möhtərəm fikirlərinə görə, qayğısına görə o döyüşsüz alındı. Çünki o döyüş olsaydı orada daha çox şəhidlər, yaralarımız olardı. Həkim kimi deyirəm, yaralar da ağır yaralardı, partlayış travmasıdır. Birinci Qarabağ müharibədə fərqli olaraq, partlayış travmasında zədələr çox olur, qəlpə yaraları çox olur, kontüz yaraları çoxdur. Yəni o torpaqların o şəkildə alınması çox yaxşı oldu. Təəssüf ki, Kəlbəcərin özünə şəxsən getməyə Rasim doktora qismət oldu. Şəhidlik zirvəsini yüksəldi. Allah rəhmət eylesin bütün şəhidlərə, Rasim doktor, bütün yaralara, bütün qazilərə iştirak edib veteranlıq alanlarda, hamısı əziyyət çəkənlərə başlarında şəhidlərin qarşısında baş əydik. Belə. Yeganə xanım, Rasim ailədə necə biri idi? Yəni sizdən səhv eləmirəmsə böyük idi yaşda. 6 yaş. 6 yaş böyük idi. Ümumiyyətlə ailədə necə görürdünüz onu? Yəni yaş fərqiniz 6, yəni necə bir insan idi? Qardaş kimi necə xatirinizdə qalıb o? Qardaş kimi elə Ədavət doktor dedi, danışır onun haqqında. Deyir, qardaşı nətər adamdır, bayaq da deyirəm, deyir, yoldaş olmamışam. Onlar yoldaşdır, qardaşımı məndən yaxşı izah edir, həqiqətən. Qardaşım gözəl insan idi, o gözəl insan olaraq elə doğulmuşdu. Çox, onu ancaq oxuyan görmüşəm ömür boyu, yəni uşaqlıqdan onu oxuyan görmüşəm. Elə kitab oxuyur, quzu otarmağa gedəndə də kitab oxuyurdu. Zəhmətkeş idi. Zəhmətkeş idi çox. O zəhmətdən qurtulmaq üçün də elə oxumaq istəyirdi, bir tərəfə çıxmaq istəyirdi. Biz ucqar bir kənddə yaşayırdıq, siz tanıyırsınız oraları. Yəni oradan yəni Kəlbəcər Milli Kəndini nəzərdə tutursunuz. Tək başına Bakıya gəlmək, 17 yaşında bir uşağın arxasız, dayaqsız, onun mücadiləsi. Qarabağ işğal olunanda siz gəldiniz məcburi köçkün kimi. Harda məskunlaşdınız? Samux rayonunun Qırmızı Samux kəndinə. Həmin vaxtı Rasim doktor universitetdə idi. Universitetə qəbul olmuşdu artıq. İşğaldan öncə qəbul olmuşdu. Bəli. İşğaldan öncə olmuşdu. Gəlirdi Samuğa. O hələ görüşməmişdik, hələ ki təzə qəbul olmuşdu. Bəli. Sonra bizi axtarmışdı, nə qədər çox çətinlik. O vaxtda telefon yox idi, heç bir əlaqəmiz yox idi Rasimlə. Gəlirmiş, bütün rayonları gəzirmiş, qayıdırmış. Biri deyirmiş valideynin rəhmətə getdi, biri deyirmiş ki, əlaqə yox imiş. Əlaqə bilinmirmiş ki, ailəsi hansı. Kimdən də soruşanda düzgün məlumat da vermirmiş, o da cavan uşaq. O vaxt həqiqətən də elə idi. 93-cü ildə belə deyək də, elə Kəlbəcərli olduğuma görə vertolyotla biz insanlar hamı ayaqyalın, baş açıq, bilinmirdi ki, yəni Respublikanın müxtəlif rayonlarına səpələnmişdilər. Çox acıdır o günləri xatırlamaq. Çox. Yəni o günləri yaşamayınca, yəni bilmək olmur. Çox ağırlı günlər oldu. Çox ağırdı. O ağırlı günləri gördüyümüz üçün də bəlkə də o qədər də cəsarətli olmaq, həmin günləri görməkdən, eyni zamanda bizim dədə-baba torpaqlarımız işğalda oldu. Bizi daha cəsarətləndirdi o çətinliklər ki, biz ancaq irəliyə doğru, gələcəyə doğru bütün o çətinlikləri dəf etmək, yəni qalib olmaq, necə deyim, ali təhsil almaq, ancaq yaxşı yol tutmaq, bu əqidə ilə böyüdük. Ancaq bu əqidəyə xidmət elədi Rasim doktor da. Onun demək, hər zaman neçə dəfə onun il dönümündə də mən iştirak eləmişəm. Rəhmətliyin borcumuzdur, bizim borcumuzdur hər birimizin. Hamı onun ancaq savadından, qəhrəmanlığından, ondan sonra çox gözəl şeirləri var onun rəhmətliyin. Hətta mən
belə deyək də, Kəlbəcər rayon şəhidlərinin, Vətən müharibəsi qəhrəmanlarının haqqında xatirə kitabları hazırlayırdım. Düzdür, həmin kitablar hələ nəşr olunmayıbdır. Yəni onun döyüş yoldaşları, zabit yoldaşları, elə ədalət doktorunun özündən də mən xatirələr almışam. İnanın, o xatirələri mən necə deyim, yazdıqca o hər cümləni, hər sətri, nə bilim valla, həmin faciələri hər dəqiqə yaşayıram. Yaşamamaq mümkün deyil. Yaşamamaq mümkün deyil. Onun çox gözəl şeirləri var. Sonra səhv eləmirəmsə 2 il öncə Aqil Camalın redaktorluğu ilə Rasim Abdullayevin kitabı İşıq izi gördü, şeir kitabı. Çox mükəmməl, vətən həsrətli, vətən ruhunda, torpaq acısı, nə bilim, onun şeirlərində duyulur. Çox gözəl belə poetik şeirləri var onun. Sizdən xatirə alan vaxtı siz mənə dediniz ki, dedim, onun uşaqlıq illərində dediyi hansısa şeir yadınızdadır. Mən o bəndi mənim yadımda qalmışdı. Mən demişdim. Demək, 21 yaşında olan vaxtı gənc bir qıza şeir yazır, sevdiyi qıza. Yazır ki, aman Allah, necə zadı günahsız, Rasim elə yar çağırır, yaz payız. Sözüm çoxdur, bulaq üstə gəl, ay qız, mən gəlməyə anangilə qorxuram. Bir bənddir, amma deyərdim ki, bir bənddə o bütün o deyəcəkləri sözü deyir. Yəni. Bir bənd çox idi, bir bəndi mənim yadımda qalmışdı. Bəli, elə bir bənddən o qıza bütün o sevgisini bəyan eləyir. O həm də necə deyim sizə, sevgi şairi idi. Həm şair, həm həkim, nə bilim, bunların hamısını bir arada tutmaq. Ümumiyyətlə o sevgi dolu insan idi. Sevgi dolu bir insan idi. Vətənini də sevirdi, övladını da çox sevirdi, o sevdiyini də çox sevirdi, o elə insan idi. Bəli. Bəlkə onunla bağlı unutmayacağınız bir xatirəni deyəsiniz. Xatirələr çoxdur əslində. Xatirələr çoxdur, elə mən hansı birini danışımda qalıram həmişə ki, hansı birini, yəni o qədər yığışır ki başımda. Bəli. Ki, hansını danışım? Sizə danışmışdım birini o arxa ayağını qoymaq. Buyurun, buyurun. Bir dəfə gülməlidir, yəni Rasim çox humorist bir insan idi. Məkanı cənnət olsun, humoristik insan idi. Çox, çox. Bizim gözəl günlərimiz də olub, pis günlərimiz də olub. Hər şeyə şükür eləyən bir insan idi o. Bir dəfə qonaq getmişdik, mən sizə onu danışmışam. Bəli, buyurun, buyurun. Gecə qaranlığa düşdü biz qonaqlıqdan qaydanda, ikimizik, mən onda uşağam. Bəli. Onun da ağ şalvarı, ağ ayaqqabısı var idi. Çox səliqəli geyinirdi. Çox səliqəli geyinirdi. Sabah Bakıya gələsidir, qonaq gəlir. Bəli. Belə ağaçlıqla gəlirik, arx var. Dedi ki, yegiş dedi, mənə yegiş deyəm. Bəli, bəli, bəli. Dedi ki, yegiş, burada arx var, birdən mənim ayağım batar, dedi. Dedim ki, ehtiyatlı ol, bəs səhər gedirsən, dəyişəkdə yox idi. Bəli. Gətirməmişdi özü ilə. Elə vaxtca kasıbçılıq idi. Elə paltarı çox olmurdu. Bir-iki şalvarla universiteti qutarmışdı, inanın. Deməli, belə spişkanı yandırdı, arxı gördü, ayağını qoydu arxın içinə. Çox gülmüşdü. Ayağı batdı, şalvar, ayaqqabı, palçıq oldu. Hamısı palçıq oldu. Çox gülmüşdük. Yəni, çox da xatirələr, birdir, ikidir, hansını danışım. Yəni, həm onunla xatirələr səhər açıldı, gördü ki, həmin şalvarı Yeganə xanım ütülüyüb, bacısı. Səhərə kimi. Deyir ki, sən onu necə elədin ki, mənim heç xəbərim olmadı. Necə bunu eləyə bildin? Belə yağışlı havada bunu necə quruda bildin sən? Allaha and olsun. Yəni ki, gecə idi deyə, günəş yox. Səhər tezdən də Bakıya getməli. Mən ayaqqabını da qurutmuşdum. Bəli. Qardaşınızın hansı sözü xatirinizdə daha yaxşı qalıbdır? Daha yaxşıdan ötə Rasimin bir sözü həmişə qulağımda cingildiyib, kaş oxuyaydın, deyirdi mənə. Deyirdi ki, nətər deyim, istedad səndə var idi da, niyə oxumadın? Həmişə onu mənə irad bildirib, kaş oxuyaydın,
Kaş oxuyaydım. Niyə oxumadın axı? Həmişə bunu mənə deyib. Özünün də həmin zaman çəkdiyi əziyyətlərdən irəli gəlirdi ki, vaxtı zamanı yox idi ki, sizə oxutsun, kömək eləsin. Həm, mən də bəhanədir əlbəttə ki, deyirdim ki, bəs qaşqınçılıq idi, mənim istədiyim geyimlər yox idi məsələdə. Bəli, bəli. Deyəndə o deyirdi ki, bəs mənim var idi ki, yəni cəsarətli olmaq lazım idi, oxumaq lazım idi deyirdi, oxumalı idim. Məni çox qınayıb, yəni o sözü həmişə unutmuram, heç vaxt. Kaş oxuyaydım sözü qulağımda həmişə cingildəyir, həmişə. Həqiqətən də peşmanam oxumamağım üçün ki, onu xatırlayıram hər dəfəsində. Hər dəfə Rasim doktorun sözünü xatırlayırsınız. Çünki deyirdi... Ümumiyyətlə, ailədə neçə nəfər idiniz? Biz 3 bacı, 2 qardaşıq. Bəli. Bacılarımız bizdən böyükdür çox, ailə qurmuşdular. Rasim doktorla daha yaxın, səhv eləmirəmsə, Aybəniz xanımın, bacınız Aybəniz xanımın onun evində qalıb. Bakıda onun evində yaşayırdı. Ona görə Aybənizlə dost olub. Mən Rasimlə çox balacayam, çox deyən 6 yaş. Aybəniz də ondan böyükdür. Belə həm dost olub, həm ana olub, həm bacı olub, belə. Ona görə Aybənizdən onun xatirələri daha çoxdur. Deyir ki, Aybəniz burada yaşamır. Qardaşınız bugün şəhiddir. Qürur duyursunuz. Çox. Mən ölənəcəm ondan qürur duyacam. Ölənəcəm. Mən ümumiyyətlə onun sağlığında da ondan qürur duyurdum. Bəli. Körpəlikdən. Yəni, uşaq idim, gedirdim məktəbə. Gedirdim ki, Rasimin şəkli şərəf lövhəsindədir. Bəli. Bu mənim qardaşımdır deyirdim. Məsələn, mən yaxşı oxuya bilməyəndə onu mənə nümunə gətirirdilər ki, qardaşın belə oxuyur, sənin əlaçıdır, şərəf lövhəsində, qardaşın qədər yaxşı oxumamısan, deyib məni cəzalandırırdı bütün müəllimlər. Bəli. Yəni haqqın yoxdur da belə bir qardaşın bacısı yaxşı oxumur deyirdilər. Hansısa bir fənni yaxşı oxumayanda. Çox savadlı adam idi. Bir dəfə mən çox balacaydım, kimyada tereftal turşusu var. O tereftal sözü onun yadında qalmırdı. Mən çox balacaydım. Mənə dedi ki, Yegiş, tereftal de, onu yadından çıxartma heç vaxt. Bəs bu söz mənim yadımdan çıxmır. Mən gör onu nə qədər sevirdim ki, onun o sözünə o qədər önəm vermişdim ki, uşaq vaxtı. Səhərə kimi tereftal deyə yatmışdım. Yatmamışdım daha doğrusu. Tereftal. Səhər oyandım. Dedim, Rasim, bəs mən o sözü əzbərləmişəm. Dedi, tereftal. Dedim, bəs onda mən havayıdan yatmalım bu gecə. Belə xatirələrimiz çoxdur Rasimlə. Hələ də mən o sözü xatırlayıram da, ki, o bir turşu adı idi. Bəlkə şeirlərindən yadınızda qalan olar? Yaddaşım Rasimdən sonra həqiqətən yaddaşım çox zəifləyib. Ümumiyyətlə, çox ağır günlər keçirdik Rasimdən sonra. Bəlkə deyəcəyiniz son söz olar? Son söz, sizə təşəkkür edirəm. İşıqlandırırsınız, hər dəfə yadına salırsınız, mənlə bərabər, dəfələrlə ağlamısınız, mənlə bərabər gəlmişsiniz, yasında iştirak eləmişsiniz, xiyabana gəlmişsiniz. Çox sağ olun. Allah cəm şəhidlərimizə rəhmət eləsin, yaxınlarına səbir diləyirəm. Məkanları cənnətdir, ruhlar şad olsun, vətən azaddır. İnşallah ki, ruhları şaddır. Əsas da anaların gözü yaşlı olmasın. Gözü yaşlı olsa belə qürurla o yaşar qadınlarda. Bilirsiniz, bir dəfə ağlayanda, bir dəfə də deyirsən ki, sən olmasaydın bu vətən azad olmazdı. Yəni sən öldün deyə vətən azad oldu. Rasimin yeri necə görsənir ailəsində, evində, öz ailəsində? İki gözəl oğlu var. Atasının adını qoyub Yaqub böyük oğlunun, ikisi adı İslamdır, ikisi də təhsilidir, çox qürurlu, vətənpərvər uşaqlardır, qardaşı əvəz onun kimi çox vətənpərvərdir. Rasim özü çox əziyyət çəkib insan oldu. O vaxtlar işıq olmayanda
qaranlıqda, lampa işığında o tibb institutuna daxil olmağa hazırlaşır. İnstituta qəbul olanda heç valideynlər bilməyib o. Qəzetdən bilirlər ki, Kəlbəcərdən belə bir adam tibb universitetinə gedir, təsəvvür elə. Bəli. Həqiqətən də qürur vericidir. Çox qürur vericidir, çox savadlıdır. Bu, biz həkim kimi deyirib, xəstələrin patogenezi deyilən bir termin var. Bəli. Xəstələrin patogenezini hər adam dərk edə bilir, hər həkim. Çox mürəkkəbdir. O diaqnozdur, eləmi? İnkişaf mexanizmi də mürəkkəb şeydir. Onu bir ayə bilirdi, elə savadlıdır, çox məhdud qardıqca bu qədər o dərinliyə qədər gedə bilir, analiz, sintez edə bilir adamıdır. Rasim doktor elə deyir, tək o hərbiçi kimi, həkim kimi yox, həm də şair kimi bir insandır. Dəfələrlə muğamımızı çox sevirdi. Dəfələrlə məndən televizya muğam müsabiqəsinə getmişik. Bir yerdə, bəli, olmuşuq bir yerdə, baxmışıq. O incəliyi bildi ki, muğamın hansı şöbəsindən hara keçməyi, bu da düz keçdirsin. Ruhlu insan idi, bəli. Belə deyil, çox vətənpərvərdir. Futbolu çox sevirdi, Qarabağ futbolunun fəxr edir, Qarabağ adına görə, dünyada bizi təbliğ etdiyinə görə, ermənilər, düşmənlərə qarşı bizim mübarizə görə o Qarabağ üçün nəfəs alırdı ki, bir dəfədən bir yerdə futbola gitmişik, çox həvəskardır. Oğul da futbol sevir, İslam, Sabah komandasında oynuyor. Hər tərəfli insandır, hər tərəfli o. Nəvəsi var, abi Rasimdir. 15 il bir yerdə işləmişik. Demək, Rasimin adını daşıyır nəvəsi. Abdullayev Rasim Yaquboğlu. Allah, maşallah olsun. İndi xatirələr çoxdur. Babası kimi fəxr ediləcək, amma Allah sağlıqlı ömür versin inşallah. Hafiz müəllim, Rasim Abdullayevlə ilk tanışlığınız necə olub? Demək xanım, əvvəl sizə çox böyük minnətdarımı bildirirəm ki, bu silsilədə veriliş hazırlayırsınız və çəkilişləriniz var. Bizim bu şəhidlik zirvəsinə çatan el oğulların biz unutmamalıyıq. Biz onları daimi yaşatmalıyıq. Və bu veriliş indi ki, heç bugünkü gün üçün yox, bizim gələcəyimiz üçündür. Bizim gələcəyimiz belə oğullardan olan nümunələrin üstündə qurulmalıdır. Gənc nəslə böyük örnəkdir bu. Biz onları tanıtdırmalıyıq, bildirməliyik ki, necə bizim fədakar insanlarımız olub, vətəni sevən, vətənpərvər. Rasim doktorla ilk tanışdığım mənim 2007-ci ildə olub. Mən xidmət yerini dəyişəndə ki, xidməti davam eləmişəm mərkəzi poliklinikada. İlk tanışdığım orada olub Rasimlə. Xidmət yerinə gələndə bir gün içində bütün kollektivi görürsən, bütün həkimləri eyni vaxtda hamı ilə tanış olursan. Hansı xüsusiyyəti çəkmişsiniz? Mən onu qeyd etmək istəyirəm ki, elə birinci gündən yadımda qalan ən çox Rasim olub. O mərkəzdə idi, mərkəzdə olub. Onun o elə ünsiyyət forması var idi ki, istər-istəməz birinci dəqiqədən onunla kim ünsiyyət qururdusa özünə bağlayırdı. Bağlayırdı, o çəkirdi özünə. Və ondan sonra da ki, bu günə kimi elə bir dövr olmayıb ki, mən Rasimi yaddan çıxardım. Artıq üstünə neçə il, 5-6 il keçib şəhidlik zirvəsinə çatandan sonra bizim aramızda yoxdur. Amma o mənim fikirlərimdədir. Onun görüntüsü mənim gözlərimdən getməyib. Onun səsi necə var, mən elə xatırlayıram. Unutmamışam. Onun o dedikləri hansı tərzdə deyibsə, o canlı mən onu yaşadıram. Yaddaşıram. Hələ iş yerində də ki, indi işdə kimlə ki, fəaliyyət göstərirəm, hələ mən indi təxris olmuşam mülki kimi, elə xidmət yerində fəaliyyət göstərirəm mərkəzi hospitalda, baş klinik hospitalda və onu tanımayanlar var kollektivdə, gənc həkimlər var. Mən daim ondan sitat gətirmişəm, daim, çünki Rasimdən çox şey götürmüşük
onunla kim tanış olubsa, həm həkimlik sahəsində, Bəli. elm sahəsində, həm də ki ünsiyyətdə. O da ki öz tərəfindən sitat gətirirdi rəhmətli atasından Yaqub kişidən. O sərt adam olub, hökümlü adam olub, amma mərd olub. O xüsusiyyətlərin çoxsunu açıqlayıb. Sözünün çəkisi olub. Çəkisi olub, o Rasimə onu demək, o sözlər də ki yerində deyilən, misal çəkilmə səviyyəsində olandır. O ayrıca nəsə bir xatirələr kimi danışmırdı. O nəsə bir iş olurdu, hadisə olurdu, ona sitat kimi o sözləri gətirirdi, deyirdi ki, yerinə düşürdü və o həmin zamandakı o deyilən yerinə düşən sözdəki o hadisəni bəli, unutturmur insanı, ona dəyər verir. Odur ki, mənim indiki iş yerimdə heç onu görməyib, tanımayan adamlar artıq Rasim haqqında məlumatları var ki, bilirlər ki, belə bir adam olub. Belə bir qəhrəman olub. Belə bir qəhrəman olub. Əsas mən onun insanlığın çəkirəm. Bəli, önə. İnsanlığın, yəni mən onda çox dəyər verdiyim keyfiyyət bilirsiniz necə idi? Necə, hansı keyfiyyət idi? O nə qədər ağrılı, çətin həyat, gəncliyi keçibsə, o məzburi köçkünlük, o işsiz itirilmir də, o insanın həyatının çox ağır bir hissdir və ona baxmayaraq heç vaxt o bədmin olmayıb. Bədmin olmayıb, özünə qapanmayıb, bir yerə çəkilməyib, fikir eləməyib. O, daima mərkəzdə olub, insanlarla ünsiyyət qurub, hətta kimin əhval-ruhiyyəsi aşağıdırsa, kefi yoxdursa, ona o dayaq olub. Tamamilə doğru. Hafiz doktor, görsən elə bir insan olur ki, həyatında, uşaqlığında bir travma olubdursa, o insan intiqam hissindən yaşayır, yəni aqressiv olur, yəni ətrafındakilara zərər verib. Amma elə insanlar var ki, Rasim doktor kimi, o yaşadığı uşaqlığından, gəncliyində, həm uşaqlığında, həm gəncliyində yaşadığı o acıları görüb, əslində düşməndən intiqam alma hissi ilə böyüyüb və ətrafda insanlara fərq qoymayaraq ki, bu yaxındır, bu kənardır, eyni münasibətdə, eyni hörmətdə, eyni səmimiyyətdə olan bir insan. Tamamilə sizdən razıyam. Elə bu da insanlığın ən kulminasiya nöqtəsidir də. Bəli. Ki, insanlığın zirvəsi budur elə. Bilirsiniz, o hər bir işdə bir fəlsəfə var. Bəli. Fəlsəfəsiz o hərəkət yoxdur, həyat yoxdur. Əlbəttə. Hər bir hərəkət o məntiqlə qurulur və onun öz fəlsəfəsi var və fəlsəfə nəyinsə üstündə qurulmalıdır. Elə hər elmin də deyirlər bir fəlsəfəsi var. O fəlsəfəsiz hər elmi dərəcədə deyir ki, məsələn, tarix üzrə fəlsəfə doktoru, filologiya üzrə fəlsəfə doktoru, tibb üzrə fəlsəfə doktoru. Bu elə belə yerə deyil. Bəli. Rasimin fəlsəfəsi bizim o milli dəyərlərimizin yaşatması üstündə qurulmuşdu. Onun üstündə qurulmuşdu. O milli dəyərlərimiz deyəndə biz burada hər şeyi nəzərə alırıq. Bizim o milli mentalitet xüsusiyyətlərimiz və bizim dinimiz. O hamısı onda üsbəyüz formalaşmışdı deyənəm. Ona görə o hər bir sahə üzrə sərbəst ünsiyyət qururdu hər bir insanla, uşaqla, uşaq kimi, böyüklə, böyük kimi. Həm də çox səliqəli idi. Bir məsəl də var, deyir ki, imanı olmayanın dini olmaz. O qədər imanlı bir insan idi. Bəli. O biz veriliş çərçivəsində ətraf çalışırsan, lakanik fikrini çatdırasan, amma o qədər istər-istəməz hadisələr yada düşür ki, onun hamısını indi formalaşdırıb demək çətindir bu verilişdə. Yəni demək istəyirəm ki, Rasim doktoru kim tanıyıbsa, görübsə, mən əminəm ki, onu unutmaz, heç vaxt unutmaz. Çünki o adamdan ünsiyyət qurmaqdan ancaq zövq almaq olardı ki, bax, belə bir insandır o.
müharibə qurtardı. O şəhid olmamışdan 4 gün öncə mən onunla telefonla danışmışdım. Axırıncı dəfə. Bəli. Müharibə qutaranda, hələ mən ezamiyyətdən müharibə qutarandan xeyli sonra qayıtdım Bakıya, noyabrın axırı. Ona qədər hələ o cəbhədən gələn xəstələrə, yaralılara baxırdıq biz müşahid. Və Rasimin olmamağının mən özümdə çox belə boşluq hiss elədim. Mən sizi inandırım ki, o yeganə insan idi ki, yeganə adam idi ki. O həmin müharibə dövründə o keçirdiyimiz halları mən ancaq onunla bölüşmək istəyirdim. Müharibə vaxtı biz bir yerdə olmamışıq. Ki onunla bölüşmək istəyirdim. Mən qayıtdım, gəldim Bakıya, o iş yerinə, poliklinikaya daxil olanda gördüm girişdə Rasimin şəklini qoyublar, gül çiçəyin içində hanım kimi yad eləmək. Qəbul eləmək. Yəni mən çox təsir edən ki, mən bunu diri görmək istəyirdim də. Heyf ki, diri görə bilmədim. Yoxsa danışacağımız çox söz var idi. Bəli. Biraz çətindir danışmaq. 15 il bir adam bir yerdə işləyəsən, onunla təəssüratın Toxuna bilmək. toxunması çətindir. Bilmirsən ki, Bir təəssürat o təəssüratı söndürür. Nəyi danışasan Bir bilmirsən. təəssüratı tam demək olmur. Çünki çox sahəli, çox müxtəlif ünsiyyətlər olub, iş prosesinə qədər, həyat tərzi, cəmiyyət. Bütün elə bil ki, necə deyim, hər tərəfli xüsusiyyətləri vəhdət təşkil eləyib onda. Bəli. Kəşki bir tərəfdən biraz zəif olaydı, yəni hardasa bir çatışmayan xüsusiyyət olaydı, yəni o qədər adama təsir eləməzdi. Amma bu insan hər tərəfli insan idi. Hər tərəfli insan idi. Biz zabit kimi, həkim kimi necə xarakteriz eləyərdiniz? Zabit kimi nizamlı adam idi. Mən elə görməmişdim ki, nəsə o bir boşluğa yol verir. Bir boşluğa yol verir. Yəni o zabitlikdə, hərbiçilikdə nədir? Nizam-intizamı riayət eləməkdir. Yəni o vaxtında gəlib getməkdir, o verilən tapşırığı vaxtında yerinə yetirməkdir. Yəni o barədə heç vaxt ortaya bir söz çıxmayıb ki, Rasim nəyisə vaxtında eləməyib ya nə verməyib. Həkim kimi də ki, o çox savadlı həkim idi. Mən deyirəm də, o çox şeyləri, müəyyən suallar ki, çıxırdı, qarşılaşırdıq ki, çətinlik çəkirdi, o asanlıqla izahını verirdi. Yəni, vaxtında o kifayət qədər məlumat toplamış, oxumuş həkim idi ki, onun bazası var idi da, elmi bazası var idi ki, onunla o yaxşı, rahat hərəkət eləyirdi. Bizim də işimizdə həmin dövrdə əsas bu ekspertiza işi idi, diagnostika məsələləri. Öhdəsindən rahatçılıqla gəlirdi. Yəni, heç bir çətinlik çəkmirdi. Hələ mən onu görməmişdim ki, nəsə belə bir bilmədiyinə görə, savadsızlığına görə nəsə bir problem yarana, nəsə ola, yəni yüksək səviyyədə. Həm hərbiçi kimi, həm də ki, həkim kimi. Yəni, belə. Həm də ki, könüllü getmişdi o müharibəyə. Yəni, onu işdən göndərilməmişdi. Könüllü, hə də, o anı çoxdan gözləyirdi. Çünki o, bu qədər ki, biz danışırıq, bu adamın belə xüsusiyyətləri olub, özü də Kəlbəcərli. O necə biganə qala bilərdi ki, o kənara özünü çəkə bilməzdi ki, kimsə geçsin, o kənarda qalsın. O anı çoxdan gözləyirdi ki... Eşitmişəm ki, hər dəfə onun rütbəsi artdıqca, vəzifəsi artdıqca məyus olurdu. Ona görə ki, mənim Qarabağım düşmən tapdağı altındadır. Vardı. Amma sevinirdi ona görə ki, o qürur hissi də, yəni mən hərbi sahədə, yəni rütbəsi artdıqca, yəni mütləq o gün yaxındadır. O qələbə günü yaxındadır, inşallah. İnanırdı o, bilirdi ki... O ümid işığı heç vaxtı onun qəlbində sönməmişdi. Və onun o qəlbindəki ümid işığı həm də onun şeirlərinə sirayət edirdi. Bəli.
O şeirləri mən indi əzbər şeiri hansısa deyə bilməyəcəm. Yəni ki, mən amma ki o şeiri bir də görürsünüz ki, hansısa bir momentdə Məclisdə. Yox, məclis yox. Elə özümüzük. Yəni iş yerində bir an tapıb onu müraciət edənlər onu çox vaxt belə əmoğlu deyirdi. Əmoğlu bir dənə şeir. Hə, başlayırdı oxumağa şeiri. Hə, belə mənə oxuyur. Bəzi anlarda mən onu saxlayırdım ki, onu bir dedi. Çünki o çox dərin fikirlə yazırdı. Sadə şeirlər deyil idi ki, birinci dəfədən başa düşəsən ki, hə, o ritm xatirinə yazmırdı. Yox, əlbəttə. O sözlər çox dərin kimi. mənalı idi ki, birinci dəfədən başa düşmək olmurdu ki, fikir hara yönəlib orada. Yəni Şücaətdən daim danışırdım. Bəhmən Vətənoğlundan. Bəli, o deyirdi ki, onun heç sağlığında heç bir kitabı çap olunmurdu. Amma millət onun şeirini bilir, çünki ağızdan ağıza, dildən dilə keçirdi. Çünki dəyər verirdi ona da, yəni ki, elə bir şairi var idi. Onu mən Şücaət tanımırdım heç, belə düzün deyəsiz, yəni o onun şeirlərini deyib, danışıb, o mənə bildirib. Yəni, tək o şair kimi yox, başqa sahələr üzrə də çox köhləyib, o lazım istiqaməti insanı köhləyib. O təkcə o məlumatı vermək deyil. Yəni insanı yeni bir formada düşünmə tərzini yaratmaqda onun iştirakı olur. Tək mən özümdən danışmıram. Mən digərlərində deyirəm ki, mən bilirəm ki, onunla kim ünsiyyət qurubsa, bir balaca. O Rasim doktor yadından çıxardamaz. Bax, elə bir adam. Onun için bir daha sizə təşəkkür edirəm. Bu imkanı ki, yaratmışsınız. Mən bilirəm ki, çox söz deyərdim. Hər şeyi nəzərə alaraq bu veriliş çərçivəsinin həm də ki, xüsusi bir formatda olduğuna görə ətraflı bütün o hadisələri nəyə danışmaq mümkündür. Amma biz şəhidlərimizi, Rasim kimi oğulları yaşatmalıyıq. Onların haqqı var. Bu da bizim borcumuzdur. Bizim öhdəmizə düşən bax bu borcumuzdur ki, yaşadaq. Çünki biz yaxşı özümüzə gələcək istəyiriksə, Rasim kimi oğulları nümunə götürməliyik ki, onlar nümunə olsun. Elə Rasim kimi qeyrətli oğullarımızın sayəsində şəhidlərimizin, Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Rasim kimi oğullarımız, qazilərimiz Cənab Prezidentimizin dəmir yumruğu ətrafında birləşdilər. Qarabağ düşmən tapdağından azad oldu, ruhlarımız azad oldu. Dədə-baba yurdumuzun düşmən tapdağından azad oldu. Hər birinizə təşəkkür eləyirəm. Bəlkə son sözünüz o, yəni nəsə demək istəyirsinizsə. Son sözdə elə mən sizə təşəkkür elədim ki, bu verilişi təşkil eləmişsiniz. Sizə, sizin kollektivə, rəhbərliyə, hamısına sizin minnətdarıq ki, bu işi davam eləməkdə sizə uğurlar arzu təşəkkür eləyirik. Hər birinizə qiymətli vaxtınızı sərf edib gəlmisiniz. Təşəkkür eləyirəm hər birinizə.